Adamın işi kitabı təbliğ eləməkdir. Deyir ki, kitab dükanlarına ehtiyac yoxdur. Gəlin kitab dükanlarını və kitabxanaları bağlayaq. O qədər sənə şirin söhbət edir, amma praktikaya keçirsən, sual verirsən ki, bəs haçan oxumusan? Deyir, yox, oxumamışam. İndiki dönəmdə insanların vaxtı yoxdur. Bunun ortasından bir adam kitaba gəlibsə, onu kitabdan bezdirmək olmaz. McGill Universitetinin bir professoru yazır, deyir, biz müsəlmanlardan gətirdiyimiz kitabların hələ 5%-ni tərcümə eləyib tədris eləmişik. Onun milyonlarla nüsxələri hələm araşdırılmadan qalıb. Kitab oxumaq insanda təhlil eləmə bacarığı yaradır və eyni zamanda təfəkkür mühərrikini hərəkətə gətirir. İnsan düşünməyə başlayır. Bəzi adamların düşüncəsi öz yaşadığı küçəsindən o tərəfə keçə bilmir heç. Bəzi adamların düşüncəsi isə bütün dünyanı əhatə edir. Kitab çapına deyirlər ki, ən böyük qatqı dini inancdır. Yəni sən bunu qəbul etsən də, etməsən də, inancın dünya mədəniyyət sisteminə, maarifinə böyük qatqısı var. Kitab insanda yaradıcılıq qüvvəsini oyadır və yaradıcılıq qüvvəsi də maraqlı fitri xüsusiyyətlərdəndir, dərin istəklərdəndir ki, potensialdır. Dinimiz də deyir, onu aktivləşdirin. Əzizim, mən ötəmi götürmüşəm ki, bütün aktual məsələləri danışım. Əsas odur ki, danışığım aktualdır yoxsa yox, onu mənə dinən. Yoxsa nağıl danışıram.